Müğənni Nadir Qafarzadə sosial şəbəkədə etdiyi açıqlamayla diqqət çəkib. Publikaz Milli istinadla xəbər verir ki, o 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə həyat yoldaşlarına aldıqları bahalı hədiyyələri sosial şəbəkələrdə nümayiş etdirən bəylərə müraciət edib. Müğənni bu cür paylaşımların düzgün olmadığını düşünərək kişilərə belə addımlardan çəkinməyi tövsiyə edib. Nadir Qafarzadə bildirib ki, şəxsi münasibətləri və ailə daxili hədiyyələri nümayiş etdirməyə əvəzinə onları daha çox özə saxlamaq lazımdır. Müğənni bu cür paylaşımların bəzən yanlış təəssürat yarada biləcəyini də vurğulayıb. O, bu cür paylaşım edənləri qıjı və çuşqa adlandırıb. Görməmişlikdir. Birinə alıblar, birinə yox. Hədiyyə ala bilməyən kişilər boynu bükük qalırlar. Onun bu fikirləri sosial mediada geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi onun sözlərini dəstəkləsə də, digərləri fərqli fikirlər səsləndirərək mövzu ətrafında mübahisələr aparıblar. Bir də xahiş edirəm, 8 martda nə alsız arvaduza deyirəm də, bəzi kişilərə deyirəm. O nümayiş etdirməyin, o görməmişlikdir. Birinin varıdır, birinin yoxudur, bir qızı alıblar, bir qızı almayıblar, bir qadına hədiyyə veriblər, birinə verməyiblər. O qadın, qoy boynu bükük olmasın. Başa düşürsünüz? Pərt olmasın da, yəni evdə və yaxud da kişilər, o hədiyyə ala bilməyən kişilər qadınların qabağında boynu bükük qalmasın, pərt olmasınlar. Bunu düşünün. Nə aldınız, nə elədiniz, onu özünüzdə eləyin kamera çəkmədən. Siz nə bilirsiniz ki, o elə insanlar ki, arvadına villalar alır, nə bilim, milyonlar bağışlayır, amma onu göstərmir. Çünki o, gözü toxdur, görüb o. Göstərən nəsə görməmişdi, görməmişlər. Sonradan görənlər də, o bilirsiniz ki, sonradan görmür. Bir dənə misal var, amma mən demirəm. Kufşin məsələsi. Ay sağ ol, Kufşin, Qüdrətin Kufşini məsələsi. Kufşin çıx. Eləməyin belə ədəbsizliyi, belə tərbiyəsizliyi etməyin. Görməmiş olmayın, görməmiş. Söz var, adam acı olar, kişi olar. Valla, əsl kişilər belə eləmir. Mən bilirəm ki, əsl yaxşı kişilər heç vaxt göstərmir də. Çünki bunun olanı var, olmayanı var, kasıbı var, dövlətlisi var. Məsəl üçün deyirəm də. Yəni gəl hamımızın biz düşünək. Xanım var, yoldaş var, sevgili var, Çivixova. İndi bilməm də kimə nəsə almısansa ona apar ver, o bilsin, bir də sən bil, bir də Allah bilsin. Olar elə bir şey. Onu nümayiş elətdirənlər, cəmaatın gözünə soxanlar, sosial şəbəkələrdə onu göstərib yayanlar, şampunçiklar, görməmişlər, dişovkalar, çuşkalar, qıjılar və yenə qıjılar.